Здравствуйте, дорогие зрители! Добро пожаловать на наш канал Уроки русского языка. После трехнедельного перерыва я опять вернулась и снимаю для вас видео. Наши уроки из 11 класса, и сегодня мы с вами снимаем из 4 раздела второй урок «Леса Азербайджана». Сначала, как всегда, прочитаем на русском языке этот текст, а затем сделаем общий перевод на азербайджанский язык для тех, кто не понимает какие-либо предложения. Давайте приступим к уроку. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalımıza. Ümidvaram sizdə hər bir şey yaxşıdır. Yaz gəlib, artıq havalar çox yaxşıdır. Və belə deyək də, tədris ilimizin son 2 ayı demək olar ki qalıb. Biz isə sizin üçün demək bu gün çəkirik 11-ci sinifdən 4-cü bölmənin 2-ci dərsini. Mövzumuzun adı Azərbaycanın meşələridir. İlk öncə həmişəki kimi rus dilində oxuyaq mətnimizi, sonra isə ümumi Azərbaycan dilinə tərcümə edəcəyik. Gəlin başlayaq. По разнообразию видов флоры Азербайджана значительно богаче других республик Южного Кавказа. Территорию Азербайджана покрывают леса, в которых произрастают такие ценные и редкие породы деревьев, как железное дерево, эльдарская сосна, дикая фисташка, тополь, вяз, ива, дуб и другие. Редкой жемчужиной лесов Габалинского и Шамахинского районов является черная липа. Родиной эльдарской сосны является Джеранчольское предгорье. Неописуемые по красоте редкие реликтовые деревья, лянкеранская акация, каштанолистный дуб, кавказская хурма, самшит, герканский инжир, герканский клен растут в Талышских горах. Азербайджанские леса, степи и горы богаты ценными лекарственными растениями, травами. Это солодка, облепиха, сумах, чабрец, полынь, тмин и другие. Вот картина: дуб, шиповник, тимьян, зверобой, ромашка, мята. Вдоль Куры простираются знаменитые реликтовые тугайные леса, которые не встречаются нигде в мире. Тугайные леса – это своего рода биологический оазис. Это огромное живое сообщество, большая живая сеть, куда входят деревья, кустарники, травы, грибы, разные виды зверей, птиц, земноводных, насекомых. Тугайные леса являются домом для миллионов живых существ. Они приносят огромную пользу всей природе. Словарь. Значительно, намного, неописуемый, не поддающийся описанию словами. Сообщество здесь группа растительных или животных организмов, живущих вместе. Demək, mətnimizi oxuduq. Gəlin burada tərcümə eləyək. Deyir, Azərbaycan ərazisinin meşələr əhatə eləyir və bu meşələrdə demək, daha doğrusu Azərbaycanın meşələrinin müxtəlifliyi, florası demək, Cənubi Qafqazın digər respublikalarından xeyli zəngindir. Və Azərbaycan ərazisində meşələr əhatə eləyir və bu meşələrdə belə çox dəyərli və nadir olan ağaclar var. Necə ki, dəmir ağacı, demək, sonra eldar şamı, vəhşi fıstıq, qovaq, vələs, söyüd, palıd və digər nadir olan ağaclar burada bitir. Qəbələ və Şamaxı rayonlarının meşələrinin nadir incilərindən biri olan qara yalquzaqdır. Qara vələs də deyirlər, bu ağacdır. Eldar Şamının vətəni isə Ceyran çöl dağ ətəyidir. Gözəlliyi ilə təsvir olunmaz nadir relikt ağacları var. Lənkəran akasiyası, şabalıd yarpaqlı palıd, Qafqaz xurması, samşit, Hirkan ənciri, sonra Hirkan ağcaqayını. Bunlar hamısı Talış dağlarında bitir. Azərbaycanda çox demək zəngindir meşələrlə, sonra çölləri, dağları, buralarda çoxlu dəyərli müalicəvi bitkilər var. Bunlardan misal üçün hansılardır? Gicitgən, sonra çəhrayı itburnu, sumaq, kəklik otu, yovşan, zirə və digərləri var. Burada da şəkillər var bir çoxunun. Sonra Kür çayı boyunca uzanan məşhur belə demək, relikt Tuqay meşələri var, hansı ki dünyanın heç bir yerində görmək olmaz. Bu Tuqay meşələri öz növündə bir bioloji bir oazisdir sanki. Burada çoxlu sayda
demək canlılar yaşayır. Bu böyük bir canlı bir belə set kimidir. Hara ki ağaclar, kollar, göbələklər, otlar, müxtəlif heyvanlar, quşlar, həşəratlar daxildir. Bu Tuqay meşələri bu milyonlarla olan bu canlılar üçün bir evdir. Onlar təbiətə çox böyük bir fayda verirlər. Bu bizim mətnimiz idi və lüğətimiz var. Значительно намного daha çox, неописуемый, yəni təsvir edilməz mənasındadır. Сообщество bu hansısa qrupdur. İnsan qrupu və yaxud da meyvə qrupu və yaxud da bitki, heyvanlar qrupudur. Hansı ki bir yerdə yazılır. Ona da deyirlər сообщество. Сейчас мы будем с вами выполнять задание. Первое задание. Составьте вопросный план текста, запишите его, устно ответьте на составленные вопросы. Burada deyir ki, yazılı formada suallar tərtib edin mətnə uyğun və ondan sonra o suallara şifahi olaraq cavab vermək lazımdır. Misal üçün, burada belə tipli suallar vermiyorlar. Какие ценные редкие деревья растут на территории Азербайджана? Sonra родина черной липы. Məsəl üçün onun. Потом, где находится родина эльдарской сосны? Sonra, какие деревья, какие редкие реликтовые деревья растут в Талышских горах? Sonra, какие лекарственные растения растут в Азербайджане? Sonra, какие леса есть вдоль Куры? Və belə tipli suallar verib, onlara şifahi olaraq cavab verirsiniz. Задание второе. Прочитайте стихотворение Смирнова «Есть просто храм». Чему учит это стихотворение? Deyir, bu şeiri oxuyun və baxın ki, bu nəyi öyrədir sizə bu şeir. Gəlin oxuyaq. Есть просто храм, есть храм науки, а еще есть природы храм, с лесами, тянущими руки, навстречу солнцу и ветрам. Он свят в любое время суток, открыт для нас в жару и стынь. Входя сюда, будь сердцем чуток, не оскверняй его святынь. Burada əsasən deyirlər ki, meşələrə əl vurmayın, toxunmayın, dəyməyin. Yəni bu da bir növü, bir məscid kimi tipli növdür də. Çünki bunlar da çox bizə vacibdir. Ona görə onlara deyir ki, dəyməyin. Bax, belə tipli bir şeirdir. Следующее. В пословицах вместо точек вставьте нужные глаголы. Tak deyir ki, burada bu atalar sözləridir. Aşağısında da görürsünüz sözlər verilib və bu biz atalar sözlərini tamamlamalıyıq. Demək, birinci baxırıq. Дома и стены помогают. Золото добывают из земли, а знания из книг. Знание и мудрость украшают человека. Кто рано встает, того удача ждет. По одежке встречают, а по уму провожают. 7 раз отмерь, 1 раз отрежь. Что посеешь, то и пожнешь. Грамоте учиться всегда пригодится. За 2 зайцами погонишься, ни одного не поймаешь. Учиться никогда не поздно. Bax, bu bizim atalar sözlərimiz idi. Tamamladıq. Nəsə aydın olmasa, tərcüməsinə də ehtiyac olsa, videonun altında qeyd eləyərsiniz. Mən sizə tərcümələrini də eləyərəm. Çox lazım olan atalar sözləridir. Следующее задание, 4. От данных глаголов несовершенного вида образуйте глаголы совершенного вида. Составьте с 5-6 глаголами по выбору предложения. Burada aşağıda bizdə bitməmiş növdə olan feillər var və bunlardan biz bitmiş formasını yaratmalıyıq və içərisindən 5-6 dənə feili seçib onlardan cümlələr qurmalıyıq. Gəlin birinci biz bitmiş formasını yaradıq, sonra cümlələr qurarıq. Bir neçəsinə kömək eləyərəm, digərlərini də siz qurub mənim üçün videonun altında paylaşarsınız. Demək, радоваться, bitmiş forma обрадоваться. Добавлять, добавить. Сердиться, рассердиться. Поздравлять, поздравить. Составлять, составить. Sanki burada l ilə ya gedir, onun əvəzinə i gəlir. Считать, сосчитать. Yəni so qabağına qoyuruq. Расти, вырасти. Qabağına v qoyduq. Встречаться, встретиться. Встретиться. Burada sanki ti qoyuruq. Приносить, принести. Входить, войти. Исчезать, исчезнуть. Заменять, заменить. Bu lapasantı sadəcə yanı iyə dəyişirik. Сохранять,
Saxranit. Bunlar lap asandır. Yanı sadəcə i-yə dəyişirik və burada bir neçə dənə cümlə qurmaq lazımdır. Məsəl üçün, я выросла в городе Баку. Misal üçün. Sonra я приготовила торт и добавила к нему фрукты. Misal üçün. Я попросила бабушку принести мне фрукты. Я поздравила учительницу с днем рождения. Yəni belə tipli cümlələr qurursuz. Əgər nəsə aydın olmasa, çətinlik çəksəz, mütləq yazarsınız. Bir daha sizin üçün paylaşaram bunu. Следующее задание, 5. Прочитайте текст, что нового вы узнали из текста. Bu sadəcə mətni oxuyuruq. Nələr öyrənmişik, onlara baxırıq. Gəlin oxuyaq. Наряду с различными видами животных и растений Европы, Азии и Африки в Азербайджане присутствуют типичные для региона и не встречающиеся больше нигде в мире природные экспонаты. На территории Зангиланского района Азербайджана в западной части Малого Кавказа находится единственный в Европе платоновый лес. Он занимает территорию в 117 гектаров в долине реки Басичай. 107 гектаров этой территории принадлежит Басичайскому государственному заповеднику, основанному в 1974 году. Основной целью создания заповедника было сохранение крупнейшей в мире рощи восточного платана. Это дерево произрастает на 93,5% территории заповедника, длина которого составляет 15 километров, ширина 150-200 метров. Здесь сохранились древние деревья возрастом 1500 лет, высотой 53 метра и диаметром ствола 4 метра. Находящийся на территории района Платоновый лес – один из редких природных памятников в мире. Так, gəlin indi burada oxuyaq. Bir də slovariyada baxaq. Platan, Восточный Çınar. Долина реки, удлиненная впадина вдоль реки. Demək, çınar ağacı haqqında oxuyuruq. Platan da deyirlər rus dilində, bəzən çınar da deyirlər. Sadəcə Vostochnoy çınar, şərq çınarı da belə deyək. Deyir ki, Avropada, Aziyada, Afrikada müxtəlif heyvanlar və bitkilər olması ilə əsasında Azərbaycanda da həmçinin bu regiona xüsusi olaraq və başqa heç bir yerdə dünyada olmayan təbiətli eksponatlar var. Demək, Zəngilan rayonunun ərazisində Azərbaycanda, Azərbaycanın qərb hissəsində, Kiçik Qafqazın, burada dünyada, Avropada yeganə olan çınar meşəsi var. O ərazisi 117 gektardır. Bəsiçay çayı tərəfdədir. 107 gektarı bu ərazinin Bəsiçay dövlət qoruğuna aiddir, hansı ki 1974-cü ildə əsası qoyulmuşdu. Demək, bu qoruğun əsas məqsədi o idi ki, burada dünyada ən böyük olan, demək, çox böyük olan bu çınarın qorunmasıdır, bu meşənin qorunmasıdır. Bu ağac 93,5%-də bu ərazinin, bu qoruğun ərazisində yetişir. Onun uzunluğu 15 kilometrdir, enliliyi 150-200 metrdir. Burada həmçinin qədim ağaclar var, hansı ki yaşı 1500 ildir, uzunluğu 53 metrdir, diametri isə demək diametri isə 4 metrə yaxındır, yəni ağacın aşağı hissəsi. Bu territoriyada, bu ərazidə olan bu çınar meşəsi dünyada demək olar ki, təbiətin bir heykəli kimi nəzərdə tutulur. Yəni elə bir nadir bir heykəli kimidir. Yəni çox nadir olan bir şey deyil, belə deyilir. Bu bizim mətnimiz idi. Oxuduq, tərcümə etdik. Davam eləyək. Zadание 6. Найдите соответствие. İndi bu mətnə uyğun cümlələr tamamlayacaq. Platonovый лес занимает. Onu bu hissədən götürə bilərik. Misal üçün, занимает территорию в 117 гектаров в долине реки Бəsiçay. Bax, bu hissəsini götürə bilərsiniz. Занимает var idi orada. Территорию в 117 гектаров в долине реки Бəsiçay. Bu hissəni əlavə edə bilərsiniz. Роща Восточного платана произрастает. Onu da buradan götürə bilərsiniz. Demək, произрастает на 93,5% территории заповедника. Bax, произрастает sözü var idi. Bu digər hissəsini isə уже götürə bilərsiniz, tamamlaya bilərsiniz. Басичайскому государственному заповеднику принадлежит
принадлежит 107 гектаров этой территории. Этой территории əlavə etməyək, aydın olsun ki, 107 gektarов platanovого lesa. Bax, belə əlavə eləyə bilərsiniz. Bunu buradan götürərsiniz. 107 gektarov platanovого lesa. Bax, belə əlavə eləyərsiniz. В заповеднике сохранились древние деревья высотой, onu da buradan götürürüz, 53 метра и диаметром ствола 4 метра. Bu hissəni əlavə edərsiniz. Басичатский государственный заповедник основан в 1974 году. Bax, bunu belə əlavə eləyə bilərsiniz. Основан sadəcə eləyirsiniz в 1974 году. Burada bunun demək tamamlanmağı üçün var idi. Mən onu görmədim kitabın digər səhifəsində. Gəlin onda belə eləyək. Platanovый лес занимает 107 gektarov territoriya. Biz elə belə demişdik zaten. A variant 1'ə, 2 V variant. Biz bunu da belə demişdik zaten. 2'yə V'dir. 3 A'dır. Bir dəqiqə. 1'ə A demişdik. Demək, burada 107 var, 117 var. Bu 1'ə G götürəcəyik. A yox. Çünki 107 Bəsiçaya sırf aid idi. 117 isə ümumi idi. Ona görə üzrlü sayın burada səhv getdi. 1'ə G qoyacağıq. G. Demək, 2 biz dedik ki sizdən V. 3 A. Sonra 4 D. Bunu biz zaten belə demişdik elə mətndən. Və 5 də B. Bunu da zaten belə demişdik. Sadəcə burada elə hazır var imiş. Biraz tələsi eləmişəm. Baxmamışam sonuna. Ona görə siz bunu elə burayla uyğunlaşdırarsınız. Задание 7. Прочитайте высказывания о природе, объясните, как вы их понимаете. Buradakı deyilişlər var. Deyir, bunları oxuyun. Tanınmış insanların dediyi, yazıçıların dedikləri hansısa bir kəlmələr var. Onlara baxırıb başa düşməyə çalışırıq. Леса не только приносят великую пользу человеку, но и украшают и оздоровляют землю, поддерживают саму жизнь на земле. Paustovski russki pисатель. Demək, Rus yazıcısı deyir ki, meşələr təkcə insana çox böyük fayda vermir, həmçinin də yeri də sağlam saxlayır, bəzəyir və elə həyatı saxlayır. Bizim yer kürəmizdə həyatı olmasını dəstəkləyir. Sonra, для того, кто умеет видеть истинную природу вещей, простое зеленое дерево – большое чудо, чем дерево из золота или серебра. Мартин Лютер, немецкий мыслитель. Demək, Alman мысlитель, yəni belə zəkalı düşünən bir insanlar, çox dərin düşünən insanlara deyirlər. Deyir ki, kim ki əsl həqiqi təbiəti görə bilirsə, təbiətdəki olan əşyaları, onun üçün adi bir yaşıl ağacdır, böyük bir möcüzədir. Nəinki ağac bir qızıldan və yaxud da gümüşdən. Və son olaraq, upravlять природой можно лишь подчиняясь ей. Francis Bacon, angliski filosof. İngilis filosofu Francis Bacon deyir ki, təbiəti idarə etmək olar sadəcə ona tabi olaraq. Bu da belə bir demək, tapşırıq idi. Следующее задание. Выполните задание по образцу. Ночка, ночь. Gördüyünüz kimi bu sözləri necə eləyirik? Mışka, mış. Amma sonunda məhki znakı unutmursunuz. Дочка, дочь. Ладошка, ладонь. Морковка, морковь. Нитка, нить. Сетка, сеть. Брошка, брошь. Печка, печь. Тетрадка, тетрадь. Елка, ель. Весточка, весть. Plощадка, площадь. Sanki son iki hərfi yığışdırırsınız, onun əvəzinə məhki znak qoyursunuz. Sadəcə bir-iki dənə sözdə, məsələn, ladoşka, ladonya, n olacaq. Digərlərində yel, burada sadəcə yox, ye olacaq. Vestочка, vest, burada o çıxdı. Yəni, son demək olar ki, çox vaxtda iki hərf gedirdi və onun əvəzində məhki znakı yazırsınız. Задание 9. Прочитайте пословицы, как вы их понимаете. Yəni, atalar sözlərdə oxuyun, necə onu başa düşürsünüz, ona baxırıq. Много леса не руби, мало леса береги. Нет леса посади. Deyir, meşə çoxdur, dəymə, kəsmə, azdır, qoru, yoxdursa ək. Кто не сажал дерево, тому не лежать в тени. Kim ki ağac əkməyib, o kölgədə
uzana bilməyəcək ki, один человек оставляет в лесу след, сотня тропу, тысяча пустыню. Deyir, bir insan meşədə iz qoyur, yüzlərlə bir cığır qoyur, minlərlə isə səhraya dönüşdürür. Belə. Следующее задание 10. Вставьте вместо точек предлоги. Слова в скобках употребите в нужной форме. Biz burada boşluqlara demək söz önlükləri qoymalıyıq. Üstəlik də demək bu mötərizdə olan sözləri düzgün istifadə eləməliyik. Məsəl üçün burada v qoyacağıq. В саду перед домом было посажено много фруктовых деревьев. Ix elədik, деревьев elədik. Недавно в центре, burada yəni в центре города построили несколько многоэтажных зданий. Их eləyirik. На конечной остановке автобуса было много людей. Belə eləyirik. В читальном зале городской библиотеки много научных журналов. Ов qoyuruq. В нашем городе много архитектурных зданий. На проспекте Азадлык несколько новых супермаркетов. Утром на трассе было мало машин. Sadəcə ı gedir. В кинотеатре на последнем сеансе было мало зрителей. Ей qoyuruq axırda. В вычислительном центре много научных сотрудников. Так, на конференции журналист задал несколько вопросов гостям столицы. Gördüyünüz kimi həm söz önlüyü qoyduq, həm də mötərizdəki sözləri düzgün elədik. Burada sadəcə çoxsu cəmdə idi. Axırlar çoxsun ix olur, ov olur, yey olur, bəzi, yəni sonluqlar çox vaxtı belə olur. И следующее задание 11. Прочитайте диалог, разыграйте его. Bu диалогtu oxuyacağıq və mən sizə tərcümə edəcəm. Самира, представляешь, что я прочитала в интернете? Что-то интересное? Нет, ужасное. В Тихом океане, оказывается, образовался новый континент из мусора. Как это новый континент из мусора? Пластик, бутылки, остальной мусор, который люди выбросили в море, скопился в одном месте. Получилось огромное образование. По территории его можно сравнить с целой страной, даже с континентом. Я не могу понять, как он мог образоваться. Океанические течения несут мусор на определенную территорию. Получается колоссальная свалка в океане. Морские животные глотают пластик и погибают. И, наверное, эта свалка увеличивается. Конечно, мусор-то все время выбрасывают. Вот если бы в каждом городе строили заводы, которые перерабатывали этот мусор, не было бы мусорных свалок. Я тоже так думаю. Тогда не было бы на Земле и таких ужасных континентов. Demək deyir, dialoqumuz belədir ki, deyir Samirə, sən bilirsən, mən internetdə nə oxumuşam, təsəvvür eləyə bilərsən. Nəsə maraqlı, yox, çox dəhşətli bir şey. Sakit okeanda, demək, musor, zibildən böyük bir kontinent əmələ gəlib. Necə yəni zibildən kontinent, yeni kontinent. Deyir, plastik, butulkalar, və digər zibil, hansı ki insanlar dənizə atır, hamısı bir yerə toplaşıb. Alınıb çox böyük bir şey alınıb və bu ərazidə və bu ərazini, hardakı bu zibillər toplaşıb, bütöv bir ölkə ilə və yaxud da kontinentlə də belə müqayisə etmək olar. Mən onu başa düşmürəm, necə bu əmələ gəlib? Deyir, okeandakı olan demək dalğalar və onun demək yönlənməsi, bunlar hamısı bütün bu su bunu gətirib çıxardıb bir yerə, hansısa bir xüsusi bir yerə gətirib çıxardıb və burada çox böyük bir zibil belə yeri alınıb, okeanda əmələ gəlib və heyvanlar, demək su heyvanlar, suda yaşayan heyvanlar bunları plastik falan yeyirlər və ölürlər. Və bu böyük bu zibillik çoxalır yəqin ki. Deyir, əlbəttə, çünki axı zibili daim atırlar. Kaş ki, hər şəhərdə zavod tikərdilər, haradakı bu zibili demək, bir daha emal edilərdir və belə zibil yerləri alınmazdı. Mən də elə düşünürəm, onda yer kürəmizdə də belə dəhşətli belə bir zibilli kontinentlər əmələ gəlməzdi. Bu bizim диалогumuz idi. Следующее задание 12. Выберите из скобок нужный глагол.
Употребите его в правильной форме, используя где нужно приставки под, u, пере, во, pri, v, pro, po. Demək, burada görürsünüz cümlələr var, mətin formasındadır. Buradakı feillərin düzgününü seçməliyik və onların qabağına bu söz önlüklərini artırmalıyıq. Başlayaq. Любопытную картину наблюдал я однажды в джунглях Центральной Африки, куда мы, поехали. Burada приехали доллар. Куда мы приехали для охоты на диких слонов. Новая машина ехала по узкой лесной дороге. Burada поехала доллар. Новая машина поехала по узкой лесной дороге. Справа и слева стоял густой тропический лес. Вдруг нам пересекла путь стая шимпанзе. Одна за другой обезьяны, перебегали через дорогу и торопливо уходили в чащу. Перебегали через дорогу и торопливо уходили в чащу. Я приказал шоферу остановить машину и подождать, пока обезьяны уйдут. Старый вожак внимательно следил за передвижением. Иногда нам даже казалось, что он каким-то своим способом считает обезьян. Последний на дорогу выбежал. Burada выбежала olmalıdır. Маленькая обезьянка. Çünkü обезьянка да burada выбежала маленькая обезьянка. Она уже прошла половину дороги, как вдруг старый вожак подбежал к ней и принялся что-то кричать ей. Подбежал к ней и что-то кричать. Он заставил обезьянку вернуться обратно в чащу. Через минуту обезьяна вышла снова. На этот раз она была не одна, за ее шею держался шимпанзе-детеныш. Прижимая его к себе, и счастливая молодая мать исчезла в густой зелени тропического леса. Теперь все было в порядке. Все обезьяны перешли через дорогу. Belə, bu belə bir mətin idi, demək, meymunlar haqqında. Buradakilər nəsə aydın olması sizsə, əgər hansısa sözlər falan qeyd eləyərsiniz, mən bunu yazı formasında da kommentariyada bölüşərəm. Və son olaraq, это интересно знать. Красная книга Азербайджанской Республики является официальным государственным документом по ситуации с редким и находящимся под угрозой исчезновения видами диких животных и растений на территории страны. Красный цвет обложки – сигнал об опасности. Это предупреждение человеку, что растения, животные требуют защиты. Виды флоры и фауны внесены в Красную книгу Азербайджана по двум категориям – находящиеся под угрозой исчезновения и редкие виды. Первое издание Красной книги вышло в свет в 1989 году и с тех пор переиздается каждые 10 лет. Несколько реликтовых растений Азербайджана, инжир герканский, глидичия каспийская, дзелька герканская, дуб каштанолистный и некоторые другие выставлялись на международной выставке реликтовых растений мира в Швейцарии. Burada qırmızı kitab haqqındadır ki, Azərbaycan qırmızı kitabı Azərbaycan Respublikasının bu dövlət bir rəsmi bir sənəddir, hansı ki, nadir olan və yaxud da yox olmaq təhlükəsi olan vəhşi heyvanlar, bitkilər var bu ölkəmizin ərazisində, onlar haqqındadır. Qırmızı kitabın üzü bu belə bir siqnaldır, təhlükə siqnalıdır ki, bu insana bir demək yada salır ki, onu belə deyək, ona bir xəbərdarlıqdır insana ki, bu demək bitkilər, heyvanlar, onları qorumaq lazımdır, tələb eləyirlər, müdafiəyə ehtiyacları var. Floranın növləri, fauna növləri bu kitaba, qırmızı kitaba, Azərbaycanın qırmızı kitabına daxil olub iki kateqoriya olaraq. Biri hansı ki, yox olmaq təhlükəsi var və biri isə demək, nadir növlərdir. Birinci qırmızı kitabın nəşri çıxmışdı işıq üzünə 1989-cu ildə və o vaxtdan bəri hər 10 ildə yenidən demək, nəşr olunur. Bəzi relikt bitkilər var Azərbaycanda, Hirkan demək, ənciri, Xəzər qlediciyası, Hirkan delkvası, sonra palıd, hansı ki yarpaqları enlidir və başqa bir növlər var, hansı ki demək, beynəlxalq bir demək, sərgidə
çıxmışdı Şveyçariyada. Yəni bütün bitkilərin arasında o da sərgidə iştirak eləmişdi Şveyçariyada. Belə, bu qədər idi bu dərsimiz. İkinci dərsimiz biraz çox uzun dərs oldu. Həm tapşırıq çox idi, həm də çoxdan video çəkmirdik. Biraz tərcümə falan da çalışdıq, mümkün qədər çalışdım. Sizin üçün aydın şəkildə olsun. Nəsə suallarınız olsa mütləq yazıb soruşarsınız. Bugünlük isə bu qədər. Gələn dərsdə görüşərik. Salamat qalın. До свидания. Увидимся на следующем уроке. Всем хорошего дня, всем удачи. Пока-пока.